Deyilənə görə, keçmiş zamanlarda Lerikin dağlarında bir çoban var idi. Bir gün bu çoban sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin, hər tərəfi bürüdü. Ətraf gecə kimi qaranlıq oldu. İldırım çaxdı. Çoban qorxudan bilmirdi neynəsin. Ora, bura qaçırdı. Tufan bir anda kəsildi. Çobanın sürünün içindən uşaq səsi gəldi. Səs gələn tərəfə gedib, qoyunların arasında təzə anadan olmuş bir uşaq gördü. Subhanallah. Səni bura kim qoyub gedib? Uşağın təpəsində bircə gözü var. Çobanın Nəbi adlı ağası vardı. Onun varı, malı, qoyunu başından aşırdı. Ancaq övladı yox idi ki, öləndən sonra dövlətinə sahib dursun. Bu kişi həmişə övlad həsrəti ilə yaşayırdı. Axşam oldu. Çoban uşağı keçəyə büküb evə gətirdi. Ağasının arvadına verdi. Səhər dağın yamacındaydım. Qoyunları otarırdım. Birdən ildırım çaxdı, hava qaraldı. O anda uşaq ağlama səsi eşitdim. Yaxınlaşdım səs gələn tərəfə, bu uşağı gördüm. Bir xeylim uşağın valideynlərini axtardım. Heç kimi tapmadım. Bu uşağın tək gözü var. Birdən bu uşaq bizə bir xətər yetirər. Bu Allahın bizə nemətidir. Dualarımızı qəbul edib bu uşağı bizə göndərib. Mən onu heç kimə verməyəcəyəm. Atam, tutam mən səni, şəkərə qatım mən səni. Bir gün arvad Təpəgözü yedizdirib beşiyə qoydu. Sən nə gözəl balasan. Qollarını çırmayıb bir tabaq xəmir yoğurdu. Xəmir evdə qoyub ocaq qalamağa getdi. Arvad bayıra çıxan kimi Təpəgöz sıçrayıb beşikdən yerə düşdü. Bir göz qırpımında xəmirin hamısını yeyib yenə beşiyə çıxdı. Arvad ocağı qaladı, evə gəldi ki, xəmiri aparıb bişirsin. Tabağı boş gördü. Axı mən xəmir etmişdim. Hara getdi bu xəmir? Evdə uşaqdan başqa heç kəs yoxdur. 5 günlük uşaq da xəmir yeyər. Bu ağla batan iş deyil. Allah qorusun deyən cin şeytan aparıb. Qadın təzədən bir tabaq xəmir yoğurdu. Təndir indiyə hazır olar, gedib bir baxım. Təpəgöz yenə sıçrayıb beşikdən yerə düşdü. Bir göz qırpımında xəmirin hamısını yedi. Dərhal qayıdıb beşiyə çıxdı. Arvad gəlib gördü ki, yenə xəmir yoxdur. Qadın 3-cü dəfə xəmir yoğurdu. Bu dəfə xəmiri tabağa qoyub özü ilə apardı. Bugün mən 3 dəfə xəmir etmişəm. Niyə? Xəmir etdim, getdim təndiri qalamağa gəldim ki, xəmir yoxdur. Qorxuram. Qorxma, heç nə olmaz. Ola bilsin səsinə elə gəlib. Uşaq gələndən sonra bu evdə qəribə hadisələr olur. Səhər 2 dənə qoyun qurban kəsərəm. Evə gətirərəm, onları bəzgərsən. Qadın Təpəgözü yatızdırdı. Sən nə gözəl balasan. Özü də mətbəxə getdi. Xahiş edirəm bu qoyunları bəzginən. Gedim bulaqdan su gətirim, gəlirəm. Nəbi və yoldaşı evdən çıxan kimi Təpəgöz beşikdən sıçrayıb yerə düşdü. Bir göz qırpımında qoyunların ikisini də yedi. Dərhal da geri qayıdıb beşikdə uzandı. Ağa və xanım içəri girib gördülər ki, qoyunlar yeyilib sür-sümüyü qalıb. Mən çox qorxuram. Bu insan işi ola bilməz. Bu cin şeytan işidir. Mən bu evdə qala bilmərəm. Gəl bir ev tikək, bu evdən köçək. Gedək qonşu Arif kişi ilə məsləhətləşək. Sən git uşağı götür gəl. Burada qalmaq olmaz. Səhərlər bura gələrik, axşamlar qonşuya gedərik.
gedib Təpəgözü beşikdən götürüb evdən çıxdılar. Bu əhvalatdan sonra ağa ilə arvadı qorxudan gündüzləri evə qayıdıb, ancaq gecələri qonşuda yatırdılar. Bir neçə gün keçdi. Təpəgöz vaxtından tez böyüyürdü. Bu dəfə də Təpəgöz bərk acdı. Ana, mənə çörək ver. Bərk acımışam. Anası təəccübləndi. Ana, bir dənə çörəklə mən doymaram. Evdə nə qədər çörək var, gətir. Evdə nə qədər çörək vardısa hamısını gətirdi. Təpəgöz yeyib qutardı, yenə doymadı. Bir vaxt qapıya bir camış gəldi. Təpəgöz onu da basıb yedi, yenə doymadı. Ana, mən sizin bütün var dövlətinizi yesəm də yeyib doya bilmərəm. Mənə Təpəgöz deyərlər. Mən bir dağa çıxıb mağarada qalaça quracam. Ana, bağışla məni. Təpəgöz anasının əlindən öpüb ayrıldı. Gedib bir qalaçıya çıxdı. Buranı özünə məkan elədi. Təpəgöz çapdı, taladı, özünə çoxlu qoyun topladı. Onun qoyunları at, camış böyüklüyündə idi. Qoyunu həmişə özü otarardı. Bir oturanda 3 qoyunu parçalayıb yeyərdi. Dişinin acısını almaq üçün üstündən bir adam da yeyərdi. Onun qalaçasının həndəvərinə nə bir insan, nə də bir heyvan yaxınlaşardı. Təpəgözün əməlləri bununla bitmirdi. Gecələr kəndlərinə girib, adamları parçalayıb yeyərdi. Çoxunu da tutub sağ-salamat mağarasına aparardı. Bu minvalla əhali tamam ac qaldı. Adamlar belə qərara gəldilər ki, Təpəgözün əlindən qaçıb başqa ölkələrə getsinlər. Belə bir vaxtda İmran adlı bir kişinin qızı Nigar hamilə idi. Tez olun, tələsin, Təpəgöz gəlir. Qız hamilədir, tələsmə, gələ bilmir. Nigar qaçarkən meşədə ağrısı tutduğu uşağı oldu. O uşağın adını İskəndər qoydu. Biz uşağı özümüzlə apara bilmərik. Uşağı burada saxlasaq, qurt quş onu yeyər. Uşağı səbətə qoyaq, çaya buraxaq. Allah onu qoruyar. Bu vaxt kol körpənin alnını cızdı. Anası yaylığını cırdı, balasının başını sarıyıb gözlərindən öpdü. Övladını səbətə qoyub meşədə bir çaya qoydu. Ağlaya-ağlaya ondan ayrıldı.